Salam əzizləyicilər, hər vaxtınız xeyir olsun. Bu videoda 2024-cü ilin birinci blok sualına düşmüş situasiyalara baxırıq. Situasiya suallarına baxaq. Deməli, situasiya suallarını işləyən zaman bütün cümlələri analiz edib düzgün nəticə çıxarmaq lazımdır. Ondan sonra isə suallara baxırıq. Yəni, sualları ikisini də hər birini ümumilikdə bir dəfə oxuyun, ondan sonra həll etməyə çalışın. A və B məntəqələri şimal tropik xətti üzərində, yəni şimal tropiki hardadır? 23,5 dərəcə şimal enliyində. Eyni saat qurşağı daxilində yerləşirlər. Eyni saat qurşağı daxilində nə deməkdir? Məsələn, ikinci saat qurşağı var. Saat qurşaqlarında biri var orta meridian, biri də var sərhədlər, yəni kənar meridianlar. Yəni saat qurşaqlarının sərhədləri. İkinci saat qurşağının orta meridianı tapmaq üçün biz bunu 15-ə vururduq. Yəni 1 saatim 15 dərəcədirsə, 2 saatim olur 30. 30 dərəcə şərqi uzunluğu orta meridiandır. Üzərinə deməli 15 dərəcədən birdir də 15-in yarısı şərqə düşür, yarısı qərbə düşür. Yarısı yəni 7,5. Bir dəfə üzərinə gəlirəm. Ödəyir 37,5 dərəcə şərq uzunluğu. Çıxıram 22,5 dərəcə şərq uzunluğu. Deməli 30 dərəcə şərq uzunluğu oldu orta meridian. 22,5 dərəcə şərq uzunluğu qərb sərhədi, 37,5 dərəcə şərq uzunluğu oldu bunun şərq sərhədləri. Bu belə. Bu məntəqələrin saat qurşağı vaxtı Azərbaycan yerləşdiyi saat qurşağından 9 saat irəlidədir. 9 saat deyirsə bilirik ki, Azərbaycan 50 dərəcə şərq uzunluğunda yerləşir. 1 saat qurşağını tapmaq üçün 15-ə bölürdük. 3 45 qalıq 5. Qalıq əgər 7,5 keçmirsə, qismət natamam qismət olduğu kimi qalmalıdır. Yəni Azərbaycan 3-cü saat qurşağında yerləşir. 9 saat irəlidədirsə, deməli 3-ün üzərinə gəlirəm 9. Deməli bu orta meridianın 12-ci saat qurşağında yerləşir. İndi baxın 58-ci suala baxaq. Verilənlərə əsasən A və B məntəqələrinin yerləşdiyi saat qurşağını, onun meridianlarını və saat qurşaqlarının sərhədlərini müəyyən edib cədvəldə yazın. Baxın cədvəl bu. A və B məntəqələrinin yerləşdiyi saat qurşağı. Situasiya suallarını yazan zaman əgər məsələ varsa, məsələnin həllərini yazmaq lazımdır. Bir də ki, qısa konkret yazmayın. Yəni sualın ətrafında cümlələri daha yaxşı, daha dolğun formada yazmaq lazımdır ki, tam bal ala biləsiniz. Həlləri də olmalıdır. Birbaşa cədvəlin içərisində həlli yazmaq olmaz. Yoxsa cavabınız yəni yarımçıq da verilə bilər, 0 bal da ola bilər. Ona görə də cavabları tam yazmaq lazımdır. A və B məntəqələrinin yerləşdiyi saat qurşağı dedik ki, saat qurşağı 12-ci saat qurşağında yerləşir. Həlli də necə oldu? Bakı əsasən. Bakı deyir ki, Bakıdan 9 saat irəlidədir. Bakı 3-cü saat qurşağındadır. 9 saat irəlidə dediyinə görə topladım, elədi 12-ci saat qurşağı. Bunu bu formada da yazmaq lazımdır. Və bu saat qurşağının orta meridianını deyir. Bilirik ki, 1 dərəcəmiz 1 saat 15 dərəcədir. Onda 12 saat 12 vurulsun 15 eləyir 180. Həllini bu formada yazırsınız. Birinci, yəni burada saat qurşağını soruşur. Saat qurşağı oldu 12-ci saat qurşağı. İkinci isə yazmaq lazımdır. Bu 1 saatim 15-dirsə 12 saatim olur. X, yəni 15-i vurduz 12-yə. O da elədi 180 dərəcəli meridian. A və B məntəqələrinin yerləşdiyi saat qurşaqlarının sərhədləri. Sərhədlər deyirsə, deməli 180 bunun orta meridianıdır. Sərhədlərini tapan zaman yenə 15-in yarısı 7,5 sağa, 7,5 dərəcə qərbə düşür. Bu tərəf, deməli 180-dən 7,5 çıxanda eləyir 172,5. Baxın, solu 180-in solu şərqi olur. 180-in sağı qərb yarımkürəsi olur. Yəni 180-in solu 172,5 dərəcə şərq uzunluğu. Bu da çıxanda da 172,5 dərəcə qərb uzunluğu olmuş olur. Bunu bu formada yazmaq lazımdır. 58-ci sualın cavabı belə oldu. A və B məntəqələrinin coğrafi koordinatları onların yerləşdiyi coğrafi enlik, A və B məntəqələrinin coğrafi koordinatları onların yerləşdiyi enlik, günəşin zenitdə olduğu vaxt kölgənin istiqamətlərini cədvəldə yazın. Coğrafi koordinatlar
İndi coğrafi koordinatları necə tapacağıq? Baxırıq bura. Deyir ki, məntəqənin saat qurşağının orta meridian 180 değildi. Baxın buradan yazıram. 180. 180'də deyir ki 12:00 olur. A'da 11:40'dır. A'da 11:40'dır. B məntəqəsində isə 12:20'dir. Demək ki 12:00 irəlidədir. Nədən irəlidədir? 12:00 A'dan irəlidədir. Yəni 11:40 şərq yarımkürəsi. Çünki 180 tarixin dəyişmə vaxtıdır. Məsələn, 180 burada 11:40'dırsa, məsələn, baxın 180'də artıq məsələn 15 may. 15 maydırsa, bunun bu qərb hissəsində məsələn bura 12:20'dir də. Burada hələ 14 maydır. Çünki Güneş fırlananda, yer kürəsi fırlananda şərqdən qərbə doğru gedir. Artıq 18:00'da təqvim dəyişdiyinə görə ondan sonrakılarda hələ təqvim dəyişməyibdir. Yəni bir gün saat geridədir. İndi bizə deyir ki 12:20 A'da yəni 180 dərəcəli meridianda 12:00 oldusa, 12:00 olsa B'də 12:20'dir deyir. Deməli bu geridəymiş. A daha geridədir. Geridədir. Yəni artıq bir gün geridədir. Məsələn, saat baxımından görə bilərsiniz ki, irəli kimi görsənir. Lakin axı 180 dərəcə onun nə idi? Saatın dəyişmə vaxtıdır. Ona görə də 11:40 şərq yarımkürəsinə düşür. Bunda isə 12:20 isə qərb yarımkürəsində olmuş olur. Səbəbi də budur. Coğrafi koordinatlar indi 12:00 olur burada. Burada da 11:40'dır. Deməli 12:00'dan 11:40 çıxanda arasında 20 dərəcə fərq olur. 20 dəqiqə. Biz də bilirik ki, 20 dəqiqə fark var. 1 dərəcəm 4 dəqiqədirsə, o zaman 20 dəqiqəm də 5 dərəcə olmuş olar. Deməli, hara düşür? 180 orta meridiansa 5 dərəcə sağa gələndə 175 dərəcə şərq uzunluğu eləmiş olur. Həmçinin burada da baxın 12:00'dan 12:20'dən 12:00 çıxanda yenə 20 dəqiqə eləyir B məntəqəsini tapmaq üçün. 20 dəqiqə o da 5 dərəcədir. Artıq onda da yenə şərqə gəlirsiniz. O da eləyir neçə? 175 dərəcə qərb uzunluğu olmuş olur. İndi baxaq A və B məntəqələrinin koordinatları. Birinci cümləmizdə elə deyir ki, şimal tropik üzərində yerləşirlər. Deməli A yerləşdi. A'nın cavabı belə olur. 23,5 dərəcə şimal enliyi, 175 dərəcə şərq uzunluğu. B'də isə hər ikisi eyni enlikdədir. 23,5 dərəcə şimal enliyi, 175 dərəcə qərb uzunluğunda yerləşmiş olur. Həqiqətən də bunlar hər biri 12-ci saat qurşağında yerləşirlər. A və B məntəqələrinin yerləşdiyi enliklərdə Günəşin zenitdə olduğu gün ekvatorda şaquli dirəyin kölgəsinin düşməsinin istiqamətləri. Bunu da tapmaq üçün baxın 23 tamam bura 0 ekvator, bu da 23,5 dərəcə şimal enliyində. A və B məntəqələrinin yerləşdiyi enlikdə Günəşin zenitdə olduğu gün, yəni 23,5'də Günəş zenitdədir. Ekvatora şaquli dirəyin kölgəsi. Məsələn, ekvatorda belə bir cisim var burada. Gün çıxanda şərqdən çıxır. Şərqdən çıxanda kölgəsi onun əksinə düşməlidir. Deməli, belə olur. Səhər. Səhər kölgə hara düşdü? Cənub, şərqə. Günorta tam üzərində olur. Baxın, cisim üzərində olur. Şimaldan günəş düşürsə, onun kölgəsi cənuba düşmüş olar. Yazırıq günorta. Günorta nə oldu? Cavab burada deməli cənuba. İndi isə günəş buradadır. Yəni axşamçağı artıq gün batmağa doğru gedir. Şimal şərqdən gün vuranda cənub şərqdən də artıq kölgəsi əmələ gəlmiş olur. Yəni axşam çağı, axşam üstü. Bunlarda da olur nə? Kölgə hara düşür? Cənub,
şərqə düşür. Cənub şərqə düşür. İndi isə 60-cı sual. AVB məntəqələrinin saat qurşaqlarının orta meridianların keçdiyi okeanları, baxın okeanlar deyir. Okeanlar dediyinə görə biz burada Şimali Buzlu okean, Sakit okean, bir də yeni yaranan təzə kitablarda yazılar Cənub okeanında qeyd etmək olar. 3 dənə okean. Sakit, Şimali Buzlu və Cənub okeanı. AVB məntəqələri nə deyir burada? Bu məntəqələr eyni saat qurşağında yerləşən ölkələr. Baxın. Burada 2 dənə nümunə deyir. Əgər siz bir dənə nümunə yazsınız, o zaman yarı bal alarsınız. 2də 1 bal. Yəni tam bal almaq istəyirsinizsə, həm cavablarınız düzgün olmalıdır, həm də 2 dənə, ən az 2 dənə. Çoxun ziyanı yoxdur. Amma az yazmayın. Nə qədər deyirsə, o qədər də yazmaq lazımdır. Məsələn, elə ən vacibləri ABŞ-dır, ABŞ, Amerika Birləşmiş Ştatları, bir də ki, Rusiya, Yeni Zelandiya yazmaq olar. Bir də Okeaniyada bəzi adaları yazmaq olar. Məsələn, Fiji, Tango, bunları yazmaq olar. İndi isə deyir, A məntəqəsində günəş zenitdə olduğu anda Bakıda yerli vaxt. A məntəqəsində günəş zenitdə olduğu anda. Günəş harda zenitdədir? 23,5-də. Bakıdakı indi bizdən burada deyir, A məntəqəsində günəş zenitdə olduğu an. Günəş zenitdə olanda saat 12:10 olur. A'da. 12:10-da günəş zenitdədir. Günəş zenitdə olan anda Bakıda yerli vaxtı müəyyənləşdirin. İndi A məntəqəsində hardadır? A yerləşdiyi, dedi ki 175 dərəcə şərq uzunluğu. Bakı harda yerləşdi? 50 dərəcə şərq uzunluğunda. Çıxdım 112 dərəcə. Hər eyni yarımkürədə yerləşdiyinə görə çıxıram. Elə 112 dərəcə eləmiş olur. Demək ki, saat qurşağını saatı tapmaq üçün 15-ə bölmək lazımdır. 112-ni 15-ə böləndə 7 dəfə 105. Qalıqda 7 qaldı. Qalıqda 7. Bildiyimiz kimi 7 və 7 saat 125 125'i daha doğrusu 125'i bölürük 15'e 8 120 qalıq 5. Yəni qalıq 5 qaldı. Yəni 5 dərəcədə 1 dərəcəm 4 dəqiqədsə 5 dərəcəm 20 dəqiqə eləmiş olur. Deməli 8 saat 20 dəqiqə. Nə qədər elədi? 8 saat 20 dəqiqə. Bu iki məntəqə arasında fərq var. İndi burada 12:10 olur. Günorta deyir. Baxın, günəş zenitdə olduğu vaxt. Zenit vəziyyəti saat 12:10 olur. 12:00-dan axı şərqdə günəş daha irəlidə olur. Gündüz daha yəni şərq hissədə günəş şərqdə çıxır, qərbdə batır. Şərqdən gəlir günəş. Ona görə də şərq saat baxımından daha irəlidə olmalıdır. Bakı daha geridədir. Və bizdən deyir ki, Bakıda yerli vaxt. Bu 175 50 Bakının yerləşdiyi 50 dərəcə şərq uzunluğundan daha irəlidədir. Ona görə də çıxmaq lazımdır. 20. Bunu yazmaq üçün daha rahat formada bunun 1 saatını ayıraram. Eləyər 11. Neçə dəqiqə eləyir? 60 dəqiqə. Və 8:20-dən çıxaram. 40. Cavab 03:40. Situasiya suallarını yazan zaman yenə də hər birinin həllərini, izahlarını yazmaq lazımdır. Birdən qaralamada yazarsınız, birbaşa cavabı köçürərsiniz. O halda cavabınız səhv götürülə bilər. Ona görə də bütün situasiyada cavablar həlləri ilə bir yerdə yazılmalıdır. Hələlik sağ olun.